Herkese salam qızlar, kanalıma xoş gəlmisiniz. Dünənləri buzluq hazırlıqları edirdim. Belə kotletlər hazırlamışdım. İndi çıxartdım, onu bişirdim. Yanına da bulgur qoydum. Bu aralar nədənsə bulguru çox sevirəm. 2 gündən bir bulgur yeyirəm. Bir ara belə olmuşdu. Qreçkaya dadanmışdım. İndi də təzə kəşfim bulgurdur. Adeli yatıstırandan sonra qızlar adətən gəlirəm bura günorta saatlarında. Çünki Adeli saat 1 və 3 arası yatır. O sırada mən Instagram üçün kontent çəkirəm. İndi də bir dənə kontent çəkdim. Hansı ki yadınızdadırsa, bundan əvvəlki vlogda göstərmişdim ki, Top Face'də mənə belə bir tonal krem veriblər. İndi sizə üzdə duruşunu göstərəcəm. Bir tərəfə Estee Lauder'ın tonal kremini, bir tərəfə isə Top Face'in tonal kremini istifadə elədim. Çünki bunlar bir-birinə deyilənə görə oxşardı. Mən də fərqlərinə baxmaq istədim. Amma onu deyə bilərəm ki, qızlar, bu Top Face'in tonal kremi haqqında mən çox bəyəndim. Hətta mən qiymətini bilmirdim. Qiymətini soruşdum ki, maraqlananlar üçün bilim. Və qiyməti 19 manat neçəsə qəpik idi. Yəni təxmini 20 manat demək olar. 24 saat qalıcıdır. Örtücülüyü yüksəkdir və mat tonal kremdir. Əslində üzümün bir tərəfində başqa tonal krem, bir tərəfində isə başqa tonal krem var. Yəni bunlar oxşar sayılır dediyim kimi. Sizcə, yəni mən deməsəydim fərq hiss eləyərdiniz. Məncə, yəni doğrudan da bir-birinə oxşar sayılırlar. Mən heç deməzdim ki, elə bilirdik ki, yəni bir tonal krem istifadə eləmişəm də. Deməli qızlar, baxın. Bu tərəfə mən Estee Lauder tətbiq eləmişəm, bu tərəfə isə Top Face tətbiq eləmişəm və demək olar ki, hətta Estee Lauder rəngini mən biraz yayda almışdım deyə bir ton bundan tündür. Amma örtücülüyü olsun, üzdə duruşu və matlığına qədər yəni eynidir. Sadəcə bunun qiyməti 100 manatdır, bunun qiyməti isə 20 manatdır. Siz nə düşünürsünüz? Mütləq fikirlərinizi yorumlarda yazın. Bir də mən sizə nə göstərəcəm. Hazır makyajdan danışmışkən, keçən dəfə mən getdiyim tədbirdə Vetemwild'ın bu bronzerunu aldım. Mən bunu influence olub almışam. Sabi Orijolova'da gördüm və çox tərifləyirdi. Üzə duruşunu da tətbiq elədi, gördüm və dedim ki, yəni bu mütləq almalıyam da mən bunu. Çünki mən bir bronzer aşıqıyam. Məndəki rəngi 743B rəngidir. Bir dənə bunun gözəlliyinə baxın. Mən istəyirəm ki, bunu tətbiq edeyim, üzdə də sizə göstərim. Keçən videolarımda burada da bir dənə motosiklet var. Yəni tərpənmir də. Getsə yəni videomu çəkəcəm, amma bayaqdan gözləyirəm getmir. Mən də Adel duracaq deyə tez videolarımı çəkməliyəm. Deməli mən tətbiq edirəm üzümdə. Yəni hələ bir damcı almışam və o saat yəni rəng verir. O qədər belə qəşəng. İçində bu arada zəri yoxdur. Qış aylarına daha uyğundur. Bir dənə gözəl istilik verir ki makyaja. Ona görə də bunu çox bəyəndim. Bu arada qiymətini bilirəm ki, soruşacaqsınız. Ona görə mən əvvəlcədən deyim ki, qiyməti 14 manatda, hətta burada yəni arxasında qiyməti də var. Sadəcə mən bunu indirimlə 9 manat 80 qəpik belə aldım. Baxın, görün necə gözəldir. Çox bəyəndim də, yəni ürəyim getdi. Bu arada fikir verdinizsə, haqqın yolunu tapmışam. Çünki bu işıq söhbətindən çox bezdim. Mənə də yorumlarda yazırsınız. Amma bir gider misin kardeşim? Mənə də yorumlarda yazdınız ki, yəni videonun rəngi çox ağır düşür, sarı işıqda çəkirsən falan filan qızlar. İnanırsınız ki, mən o videoların heç birini sarı işıqda çəkməmişəm də. Yəni o videoları mən ağır işıqda çəkmişəm, amma nədənsə bilmirəm. Telefonumda videonun kalitəsi də yəni çox gözəl görünür. 4K ilə endirirəm, yəni ki, çox möhtəşəmdir də telefonda. Amma YouTube-a qoyanda heç bir kalite qalmır. Əgər bununla bağlı bir fikriniz, yaxınlarınızdan kimsə bilirsə, yəni mənə də kömək eləyin. Çünki mənim də çox işimə yarayar həqiqətən. Yəni mən niyə bilmirəm, niyə belə olur. Mən də ona görə bu dəfə dedim ki, belə sınayım. Gün işığında pəncərəni bayaq göstərdiyim yerə tam kameranı qurmuşam və belə video çəkirəm ki, bəlkə belə yükləsəm dəyişməz. Bəlkə işığa görə mi yüklənəndə dəyişir, tam olaraq bilmirəm. Onu da bərabər görəcəyik. Üzümüz tətbiq elədiklərim görünmür. Mən bunu üzülürəm əslində. Çünki məhsulun gözəlliyini sizə göstərmək istəyirəm. Amma bir də görürəm ki, video ağappaqdır. Sizə günəş işığında çəkeyim. Görün belə necə olacaq. İnşallah ki, yaxşı olar. Durmusan? Durdun? Dur gel. Allah. Allah duracaq. Hə, gözün qızlar duracaq. Hə, duracaq. Gel. Dur ayağa. Soskan ver mamaya. Şoşunu ver. Vermirsən? Həmişə verirdin axı, nə oldu? Tənbəl. Şoşunu ver.
O verməmək şəklidir. Vermirsən? Ver. Ver mənə sözünü. Ver ağıllı qızım. Ver soskanı mənə. Siz ver. Mən əl hərəkətimi eləməyin, soskanı ver bura. Ver. Mama, şurada mama, mama, şurada. Çoraplar, ayağını kaldır. Ayağını kaldır. Ayağını getir. Ay sağ ol hadi. O bir ayağını getir. Ay sağ ol. İstiyorsan. Onları istiyorsan. Acık acık. Həyatımızda bir dəyişiklik var. Adelin oynadıkları. Su sifariş veriyor artıq evə. Çünki buranın suları çox dəhşət pisdir. Yardım elədim, kəhriz yaxşıdır. Bu arada maraqlananlar üçün deyim ki, bidonu 4 manatdır və hər bidonu üçün də depozit götürürlər 10 manat. Biz 2 bidon dedik, ona görə də 10-10 plusa 4-4-də sular, yəni 28 manat ödədik toplamda. Bu gördüyünüz baş hissəsində olan, amma basma aparatını isə üstündə belə göndərdilər. Onu ver mamaya. Yox, elə olmaz. Ver mamaya, gizlətmə. Mən səni görürəm gizlətdiyi. Bilmirəm, siz su şirkəti ilə sifariş verirsiniz. Əgər bəyəndiyiniz varsa, mənə məsləhət görün qızlar. Bu arada qızlar, bunun üstündəki salafanı mən götürüb atmışam. Amma ki, sonra düşündüm ki, bunu yenisini sifariş verənə qədər mən padvalda saxlayacağım və tozlanmasın deyə. Məsələn, bu dəfə bunun içində elə boşalandan sonra belə də qoyacağım ki, gəlib götürəndə. Çünki bunlar təkrar istifadə olunacaq bidonlardır. Və bu arada depozit deyirəm, hansı ki 10 manat hər bidona görə. Onlar əgər məsələn bu su şirkəti ilə artıq əməkdaşlıq eləmək istəməyəndə həmin depoziti sizə geri qaytarırlar. Adel xanımın menüsündə yumurta, kəsmik var və oturub yeyir. Ağıllı qızım. Siz bir dənə xahiş edirəm bunun şirinliyinə baxın. Baxın. Adeli yeri dizdirib içizdirdikdən sonra bir çayı hak etmiyor muyuz? Hak ediyoruz. Bu otaq isə həm makyaj otağıdır, həm geyinmə otağıdır, həm paltar qurutma otağıdır. Havalar soyuq olanda şkulkanı, yəni evdə düzə bilmirəm hara yerləşdim, gətirib bura qoyuram ki, burada bari qurusun. Bu gün də Adelin paltarlarını yumuşdum. Hələ qurumayıblar. Neysə. Qızlar, siz burada bir boşluq hiss edirsiniz. Sizcə burada nə var idi? Bir düşünün. Və artıq o yoxdur. Bəli, orada güzgü var idi və biz onu ikinci əl olaraq dönənləri satdıq. Sadəcə onu yox, jurnalni masamı, ayaqqabı rəfimi və güzgünü satışa qoymuşdum ikinci əl olaraq. Hələ də satışdadır jurnalnim və qabı rəfi. Jurnalnim təzədir, yəni çox az istifadə olunub. Sadəcə onun yerinə daha yığcam bir jurnalni almaq istəyirəm, yeni modellərdən. Ayaqqabı rəfini isə ona görə satırıq ki, bizim üçün balacadır. Güzgü isə ikinci əl olduğu üçün daha uyğun qiymətə satdım, 90 manata. Amma indi onun üstünü tamamlayıb özümə otağım üçün uyğun olan boydan bir ayna almaq istəyirəm. Saçımı da venləyib bitirdim. Bu məhsulları da belə çıxartdım. Çünki mən burada şkafım var və bu hissəyə yığıram bütün açılmamış məhsullarımı. Amma buranı da istəyirəm ki, sizinlə birlikdə düzəldək. Çünki çox qarışıq. Yerə qoyacağım hamısını. Və şkafı tam olaraq belə boşaltdım, məhsulları bura qoydum. Bunlar hansı ki açılmayan məhsullardır. İstəyirəm ki, bura yerləşdirək. Əvvəlcə bunları qoymaq istəyirəm. Bunlardan biri baxım südüdür, biri isə gül suyudur. Mən hal-hazırda tonik və biberiyə istifadə edirəm deyə düşünürəm ki, yəni bunları hələ istifadə etməyəcəm. Ona görə də ilk olaraq bunları belə qoymaq istəyirəm. Cinozdan bir tonikim, New Lab'dan da üzümə gelim var. Geçen dəfə dediyim, mənim gedib aldığım hansı ki Enough markasının göz kremi. Tədbirdə isə birini daha verdilər. Hal-hazırda istifadə etdiyim göz kremi olduğu üçün bunları da bu formada buraya yerləşdirəcəm. Sonra 2 ədəd belə xına var. Sırf bu saçlar üçündür. Endirmə düşmüşdü, aldım. Arada deyirlər ki, xınanın saçlara xeyri var. Ona görə aldım ki, evdə yapılsın. Əgər video istifadə eləsəm sizinlə bölüşərəm. Onların üstünə də mənim ən çox sevdiyim bu maskalardan qoyacağım. Mən maska istifadə etməyi çox sevirəm. Hətta əlimdə demək olar ki, azalıb. 4 dənə belə maskam qalıb. Onları da xınanın üzərindən qoyuram.
Bir dənə L'Oreal'dan belə mənə hədiyyə gəlmişdi. Yeniləyici peeling serumu. Bunu heç istifadə eləməmişəm. Yadınızdadırsa Olivia'dan Sinozun üzümə gelini aldım. Amma hal-hazırda istifadə etdiyim bir üzümə geli var. Hətta 2 dənə var. Bunu da belə yerləşdirəcəm. İstifadə etdiyim Rexona... Nə oldu? İstifadə etdiyim Rexona... Aç bir şakıttır görüm. İstifadə etdiyim Rexona budur. Çox sevirəm. İndirimdəki 2 dənə almışdım. Biri də burada durur. Eda Taşpınarın bədən misti. Bu Garnier'dən mən 4 ədəd almışdım endirimdə, amma hal-hazırda bir dənəsi qalıb. Bu da saç və bədən spreyidir. Bu L'Oreal'ın saç kremi. 2 ədəd fırça. Fırçalarım hal-hazırda var. Ona görə də bunları açmıram və buraya yerləşdirirəm. Yayda dənizdən sonra istifadə etdiyim aloe vera geldir bu. Bir dənə açılmamış Too Faced'dən ənliyim var. Şıqlamdan bir maskara. Frudia'nın mini üz nəmləndiricisi. Naun markasından bir lip balm. Enough markasından bir tonal krem. Mini el kremi. Divajon bu konsileri. Frudia'dan bir ədəd dodaq balmı. Frudia'dan bir ədəd el kremi. Qola taxılmalı rezinlər. Hansı ki su keçirməmək üçün. Bunların da qara rəngini istifadə eləməmişəm. Bunu da burada qoyuram. Və artıq daha səliqəli görünür deyə düşünürəm. Bu formada oldu. Buranı da artıq bağlaya bilərəm. Olivia'dan olan bu dəftər qələmi isə aparıb dəftərlərimin arasına qoyacağım. Çünki mən bunu bugün istifadə eləmək istəyirəm. Kontentlə bağlı planlarımı buraya yazacağım. Mən həmişə makyajı çıxardacağım deyəndə Səbuyu əsəbləşir. Deyir ki, makyajı çıxardım deyəndə elə bilir ki, belə maska çıxardırsan. Deyir ki, ona makyajımı siləcəm deyə. Ona görə də makyajımı silirəm. Adədə də o qədər pis olurum ki, qızdırması olanda, ümumiyyətlə bir yerə ağrıyanda mənə analar yəqin ki, yaxşı başa düşər. Yəni bir dənə dişini çıxardıb qutarsaydı, özü də rahatlayardı. Qızdırması qalxırsa onda artıq Nurafen verirəm və keçir belə olanda və rahat yata bilir. O da indi yatdı. Mən də bayaqdan oturmuşam, videoları izləyirəm, kontent fikirlərinə baxıram. Hə, onu deyəcəkdim. Sabahları gedəcəm kosmetik mağazaya. Mənə bir şey lazımdır. Əsas da kontent üçün. Ümumiyyətlə mən biləndə ki, sabahları makyaj eləyəcəm. Dərimi axşamdan elə gözəl baxıram ki, dərimi axşamdan nəmləndirib yatanda sabahları çox qəşəng bir dəri olur. Makyaj çox gözəl oturur. Heç bilmirəm ki, bu videonun da bu işıqla necə düşəcək də. Yəni inşallah ki, məni çox da ağartmaz, amma düşünürəm ki, makyaj eləmirəm, yəni ona görə də yəqin ki, yaxşı olar. Görsəm ki, artıq bacara bilmirəm. Özümə gedib bir vlog kamerası alacağım. Çünki Instagram və kontentlərini günəş işığında çəkə bilirəm çox rahat. Amma YouTube üçün mənə daimi bir şey lazımdır. Qaşlarıma isə son bir həftədir bu, bilmirəm, görünsüz yoxsa yox, Dermatenin qaş və kiprik serumunu istifadə edirəm. Fərqini əvvəl sonrası çəkirəm. Bir ay istifadə edəcəm, sonra sizə göstərəcəm. Deməli, içindən 2 dənə belə çıxır. Biri bu qaşlar üçündür, bu isə kipriklər üçündür. Kiprik üçün olanın içində belə tuş versiyalı olduğu üçün, yəni rahat seçilir. Qaş üçün olan isə belə bir başlıqdadır, görürsünüz. Mənim də qaşlarımın bu uç hissələrində seyrəklik var. Çünki mənim qaşım normalda belə gəlib sonra bura aşağı düşən bir qaş idi və biz onu ten effekti ilə yuxarı qaldırmışıq. Ona görə də bu hissəsində boşluq var. Mən də istəyirəm ki, orada tüklər çıxsın. Məsələn, bu qaşım yaxşı vəziyyətdədir. Bunun bu ön hissələrində tüklər var. Yenə də baxım məqsəddir. Mən yenə də o hissələrə də vururam. Amma yəni uc hissələri mənim üçün əsas qaşımda. Demək olar ki, baxın, buradan bu tərəfində çox azdır qaş. Mən vazelindir, sonra yəni belə qabağıma çıxan hər metodları eləmişəm. Amma ki, bu kiprik serumu var. Bunu mən məsələn çox bəyəndim. Desəz nəyini? Kipriklərimi istifadə edirəm. Keçən dəfə Səbuyaya göstərirəm ki, mənim kipriyimin normal hizasından yuxarıda 2-3 ədəd, yəni kipriklər çıxıb əməlli başlı. Mən düşünürəm ki, əgər orada kiprik çıxardıbsa, deməli bu doğrudan da kiprikləri gürlaşdırır. Yenə dediyim kimi, əvvəli sonrası inşallah yadımdan çıxmasa sonrasını da çəkəcəm və fərqə özüm də baxmaq istəyirəm. Çünki doğrudan da çox təriflənir. Mən Trendyoldan almışam. İkisini birlikdə 14 manata endirimdə almışdım. Gecə baxım rutinim bitir. Sabahları görüşəndə.
Sabahınız xeyir qızlar, gəlmişəm makyaj eləməyə. Burada standımı qurmuşam belə qəşəng. İndi burada qəşəng makyaj eləyəcəyik, sonra evdən çıxacağam. Gedək biraz hava alaq və kosmetik mağazalara girmək istəyirəm. Sizə göstərdim Too Faced-in üzrə necə duruşunu. Bu gün də yəni bunu tətbiq eləyəcəm. Görün necə gözəldir. Normalda məsələn üstünə mat yazıb, sadəcə mən dərimə qulluq eləyirəm deyə dərim biraz parlayır. Ona görə də daha belə parlaq görünə bilər videoda. Ənlik olaraq isə divajı istifadə edəcəm. Pigmentasiyası güclü olduğu üçün yəni bir damcı vurmaq bəs eləyir. İndi isə istəyirəm ki, bu günləri bu divajın glossunu qoymuşdular. PR boxun içində və onu sınamaq istəyirəm. Ay, necə gözəl çiyələk hissi gəlir. Çox gözəldir hissi. İçində xırda zərlər var. Buna baxın bir dənə. Boşa çıxdı, içində qaldı. Niyə belə oldu bilmirəm. Dodaqda isə görünüşü belədir, baxın. Düşünürəm ki, zər-zər durmur, belə gündəlik istifadəyə uyar, pis deyil, qəşəng görünür. Prosto onun başlığını düzəltməliyəm mən. Çay qaynadı, bir stəkan çay içib evdən çıxacağam. Gəldim qızlar Olivia'ya. İndi bura girəcəm. Bayaqdan bu arada nefslərdə yəni kosmetik mağazalara girdim və bir dənə lila rəng ənlik tapa bilmədim. İndi bura girəcəm, görüm var mı? Deməli qızlar, mən də bu bronzer görmüşdüm, hansı ki Berlogi markasının belə bir bronzordur. Rəngi çox qəşəngdir. Testerdə var idi, baxdım. Məsələn bunu bəyəndim, amma bilmirəm ki bunu alım yoxsa yox. Çünki bilirsiniz ki təzə Wet n Wild'da almışam. O da məsələn xoşuma gəlir. Ümumiyyətlə endirimdən 14 manata düşüb hal-hazırda. Ona görə qəşəng endirimdədir. Amma məsələn burada bütün rəflərdə lila ənliklərə baxdım. Təəssüf ki yoxdur. Ümumiyyətlə dodaq boyası, likid dodaq boyası olsa onu da götürə bilərdim, amma təəssüf ki qalmayıb. Amma içəri girəndə bir dənə diqqətimi çəkdi ki, bütün rəflərdə sarı etiket var və Olivia'da böyük endirimlər var. Əgər alacağınız baxım məhsullar falan varsa, yəni gəlib belə baxmaq olar. Çünki doğrudan da endirimlər var. Baxın, bu rəflərdə də hamısı sarı etiketlidir. Bu hissə baxın, bura isə yəni makyaj reyonudur və doğrudan da qəşəng endirimlər var. Bunu çox bəyəndim qızlar. Baxın, 2 manata düşüb və 4 ədəd belə makyaj eləyəndə vurmaq üçün. Məsələn, bundan götürmək olar, çünki çox maraqlıdır. Keçən dəfə Əhmədli filialındakı Olivia'da bunları görməmişdim. Amma məsələn, burada geniş dişli daraq var. Mən də bundan sifariş vermişəm. Təəssüf ki, bir dənə də belə maraqlı var. Bunun qiyməti 4 manatdır. Amma məsələn, baxın, geniş dişli və belə maraqlı bir daraqdır bu da. Qiymət 4 manat. Bəli. Bu qlamın SPF-ni mən Dəfnə Kosmetikdə endirimdə 3.90-a görmüşəm. Burada isə 30 manat idi. Buradan çıxdım, gəldim Rossmana. Lila ənlik axtarıram. Heç yerdə yoxdur. Bilirəm ki, trend yolda var, amma onu gələnə qədər bu trend gedəcək. Trend isə belədir. Əgər açıq tonaliniz varsa, ona lila rəng bir ənlik qarışdıranda öz rəng tonunuz da uyğunlaşır. Mən də bu trendi çəkmək istirdim, amma təəssüf ki, yoxdur heç yanda. Burada mən də videolarda gördüyünüz Nişanın BB kremləri də endirimə düşüb. Məsələn, tester deməyək də balaca boyunu alıb sınamaq istəsəz, məsələn, belə boyu var, 9 manat 68 qəpiyə düşüb, bunu alıb sınaya bilərsiniz. Məndəki nömrəsi 27-dir. Məsələn, bu 25-dir. Belə də ala bilərsiniz. Amma ki, məndəki boyu budur və mən 1 ilə yaxında istifadə edirəm. Çünki bərəkətli məhsuldur və örtücülüyü çox yüksəkdir. Məsələn, ala bilərsiniz, çox bəyənəcəksiniz. Qiyməti 17 manata düşüb. Mənim istifadə etdiyim Dermatenin, yəni qaş və kirpik serumu məsələn burada var. Bir adresini çəkəcəm sizin üçün. Məsələn, bu qəşəngdir də burada karandaşlardan Miss Lace'in 765 rəngini götürmək istəyirəm. Bunu çox görmüşdüm. Belə fərqli görün nə qədər çeşidi var. Qiyməti 3 manatdır. Bugün makyajımda istifadə etdiyim Too Faced-in bu tonal kremi də burada 19 manata satılır. İndi adresi sizə göstərirəm. Mən bu mağazada ilk dəfə olmuşam. Neftçilərdə Nitsa
adlı belə bir kosmetik mağazadır. Burada da lila əynik tapa bilmədim, amma Neftçilərdə olan Rossmannın düz yanında yerləşir. Sonra isə gəldim Nərmanova ki, bəlkə burada bir lila əynik taparam, amma qızlar heç burada da tapa bilmədim. Ona görə gedirəm Zezəyə. Nərmanova gələndə də mən Zezəyə girməmiş gedə bilmirəm. Mənim sevimli məkanımdır. Hətta bir izləyici yorum yazmışdı ki, elə bir Zezənin sahibisiniz. Çox sevirəm qızlar, neyiniyim. Gəlmişkən bu çantalara baxdım. Bu çantalar çox xoşuma gəldi. Hansı rəngi sizcə gözəldir? De yazın mütləq. Qiyməti də 25 manat idi. Buradan isə çıxıram, gedirəm evə. Evə gəldim, yolda döndüm bazar sonra və özümə kahı və pomidor aldım. Çünki TikTokda belə bir salat görmüşdüm. Nə vaxtdan da eləmək istəyirdim. Evə elə gələn kimi birinci bunu hazırladım. Yeyim, sonra sizə aldıqlarımı göstərəcəm. Birinci başlamaq istəyirəm. Çantamı atmışam balacaydı deyə. Deməli, dodaq karandaşı aldım. Oliver'də gördüyüm bu tokaları aldım. Çox bəyəndim. O qədər gözəl görünürdü ki, düşünürəm ki, makyajlarda qəşəng görünər. Bütün yerdə belə lila rəng əyniyi axtarmışam, tapmamışam. Tapdığım şeyə bax. Lila broşka. Bunu çıxarım. Baxın, belədir. Biri belə bəzəklidir, biri də belə sadədir. Sırf yəni taxıb makyajlarda istifadə eləmək üçün almışam. Çox şirindilər. 765 rəngində belə bir dənə karandaş aldım. Orada əslində videosunu sizə göstərdim. Rəngini də belə göstərim. Çox qəşəng rəngdir. Mən sizə bu karandaşın dodaqda duruşunu da göstəreyim. Çünki rəngi çox gözəldir. Görək dodaqda necə görünəcək. Çox qəşəngdir də. Yəni baxın. Tam yəni swatchladığım rəngdədir. Sizcə də çox qəşəng deyil. O qədər bəyəndim ki, o qədər ürəyim getdi ki, hər detalına. Çox qəşəngdir. Əslində videoda mən sizə göstərdim. Bunun qara və qəhvəyi rəngi də var idi. Sadəcə mənim rəngdə çantam var idi. Bunu görən kimi yəni ürəyim getdi də. Bu sırf deyil ki, yəni mən sənibər üçün yaradıldım. Bu sənibər çantasıdır. Məni yəni bir çanta anlatsa bu olardım. Çox qəşəng, çox ürəyimçi oldu. Təşəkkür edirəm buradan da yoldaşıma sponsor olduğu üçün. Yəni buradan da göstərim ki, mənim 14 fevral hədiyyəm artıq gəldi. Çox bəyəndim. Sizə də çox təşəkkür edirəm ki, videonu bura qədər izlədiniz. Başqa videolarda görüşənədək sizi çox sevirəm.